Əziz tamaşaçılar, Azərbaycanda avtomobil idxalı artmaqda davam edir. Bazar genişlənir, yollar isə köhnə nəqliyyat vasitələri ilə doludur. Məhz bu səbəbdən ötən ildən etibarən ölkədə nəqliyyat vasitələrinin utilizasiyası, yəni istifadəyə yararsız avtomobillərin təhvil verilməsi və müvafiq şəkildə təkrar emalı prosesi başlanıb. Amma bu prosesin necə getdiyi, vətəndaşların ona marağı, habelə əldə edilən güzəştlər hələ də bir çox sürücünü düşündürən məsələlərdəndir. Bugün nə qədər avtomobil utilizasiya edilib və bu proqram nə dərəcədə effektivdir? Gələcəkdə güzəşt mexanizmlərində hansı dəyişikliklər gözlənilir? Əməkdaşımız Aqil Uluxanlı bu suallara cavab axtarıb. Reportajı izləyək. Avtomobil bu avadanlıq vasitəsilə üyüdülür. Yalnız ili köhnə olan nəqliyyat vasitələrinin utilizasiyası deyil. Nəhayət, ölkəmizdə çoxdan gözlənilən avtomobillərin utilizasiya prosesinə start verilib. Bu iş Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Proqramın məqsədi yalnız ili köhnə olan nəqliyyat vasitələrinin utilizasiyası deyil. Eyni zamanda biz bilirik ki, yol nəqliyyat hadisələri nəticəsində və ya müxtəlif səbəblərdən fövqəladə hallarla və digər hallarla bağlı yararsız vəziyyətə düşən nəqliyyat vasitələri var və könüllülük prinsipi əsasında istənilən şəxs öz nəqliyyat vasitəsini istənilən vaxt utilizasiya üçün təqdim edə bilər. Nəqliyyat vasitəsini utilizasiya etmək üçün avtomobil ilk olaraq dövlət qeydiyyatından çıxarılır və bununla bağlı arayış əldə edilir. Daha sonra www.nvu.gov.az portalına daxil olunur və utilizasiyaya müraciət edilir. Bəs ilkin güzəşt məbləğləri nə qədərdir? M2 və N2 təsnifatı üzrə 2000 güzəşt məbləği və müvafiq olaraq 1400 manat birdəfəlik ödəniş və eyni zamanda M3 və N3 təsnifatı üzrə 3000 manat güzəşt məbləği və 2100 manat birdəfəlik ödəniş nəzərdə tutulubdur. Çoxdan işlətdiyim 2 dənə maşın olub, biri 31, 02 idi, biri də Renault maşındır. Birini təhvil vermişdim, bunun pulunu da almışam. İkinci maşını gətirib vermişəm, yararsız halda idi ki, önə maşınlardan elə canımızı qurtarmaq istəyirdik, bilmirdik ki, neyək bu bir təhər yola verək. Ekspert Ərşad Hüseynov isə deyir ki, hələ də ölkədə avtomobilini utilizasiya etməyə maraq göstərməyib, köhnə nəqliyyat vasitələrindən tamamilə imtina etməyən sürücülər çoxluq təşkil edir ki, bunun da səbəbi var. Utilizasiyaya görə verilən o güzəştdir, kompensasiyadır, o böyük olsa daha yaxşı olar. Çünki Azərbaycan bilirsiniz də avtomobilləşmə səviyyəsi aşağı olan ölkədir. Ona görə də bizdə hardasa bir hərəkət eləyə bilən nəqliyyat vasitəsini gətirib utilizasiyaya vermək məsələsi çox çətindir. Adam ən azından düşünür ki, bunun bazı əziyyətləri hərəkət eləmək olar. Və yaxud da bunu real bazar var, satmaq olar. Bugünkü tendensiya göstərir ki, daha çox utilizasiyaya verilən nəqliyyat vasitələri M1 təsnifatına aiddir. Gündəlik həyatımızda istifadə etdiyimiz minik nəqliyyat vasitələrini əsasən əhatə edir və həmin nəqliyyat vasitələri üzrə güzəşt məbləği 1500 manat, birdəfəlik ödəniş məbləğləri isə həmin məbləğin 70% həcmində 1050 manat müəyyən edilibdir. Kənd təsərrüfatı texnikaları, eyni zamanda hidrostatik transmisiyalı maşınlar üzrə güzəşt məbləğləri 2000, 3000 və birdəfəlik ödənişlər 70% həcmində 1400-2100 manat məbləğində müəyyən edilib. Keçən illə müqayisədə artıq müraciətlərin sayında 60 dəfədən çox artım var və eyni zamanda bu tendensiya hələ də davam eləməkdədir. Və biz hesab edirik ki, bu ilin sonuna doğru artıq kifayət qədər həcmdə köhnəlmiş və istifadəyə yararsız nəqliyyat vasitələri utilizasiyaya cəlb olunacaqdır. 14 il işlətdiyim nəql 04 markalı maşını yararsız vəziyyətə düşdüyünə görə gətirdim, verdim bu utilizasiya mərkəzinə. Sağ olsunlar onlara ki, bu da bizə böyük bir kömək. Neftçala rayonu sakiniyəm. Gəldim, öyrəndim. Şəxsi maşınım var idi, yararsız halda idi. Gətirdim, təhvil verdim, çox sağ olsunlar şərait yaratdıqları üçün. Ekspert deyir ki, dünya praktikasında köhnə avtomobillər üçün şərait ağır olduğundan mülkiyyət sahibi onu saxlamaqda maraqlı deyil. Bəzi ölkələr var ki, o qədər bahadır ki, bu adam maraqlıdır ki, tez bir zamanda avtomobili başından eləsin və həmin ölkələrdə hətta belə bir proses də var. Bu tipli avtomobillərin təkrar ixracına, yəni ölkədən çıxarılmasına sadələşdirilmiş prosedur tətbiq edirlər. Həmin adam onu satır. Məsələn, ona görə görürsünüz, Azərbaycan dolu işlənmiş avtomobillərlə. Burada
ili çox köhnə, eyni zamanda istismara yararsız avtomobillər yığılıb və yığılmağın məqsədi avtomobillərin burada utilizasiya edilməsidir. Avtomobil bu avadanlıq vasitəsilə üyüdülür və beləliklə utilizasiya prosesi sona çatır. Bəs utilizasiya üçün güzəşt məbləğində artım gözlənilirmi? Bu ilin sonuna doğru artıq kifayət qədər həcmdə köhnəlmiş və istifadəyə yararsız nəqliyyat vasitələri utilizasiyaya cəlb olunacaqdır. Ancaq bununla yanaşı təbii ki, fondun daxil olmaları və xərclər smetası təhlil olunmaqla güzəşt məbləğlərinin artırılması məsələsinə də baxıla bilər. Yararsız olduğuna görə sürə bilmirdim, istifadə edə bilmirdim. Gətirdim bura təhvil verdim. 1050 manatda pulumu aldım. Təxmini məlumatlar var. Hardasa bəlkə də bir 50 min civarında nəqliyyat vasitəsi artıq utilizasiya üçün müraciət olunub təhvil verilir. Amma hansı avtomobillərdir? Yəni sadəcə korpusu qalanlar. Nə mühərriki var, nə işıq cihazları var, sadəcə belə bir şey deyil. Hərəkət eləməsi mümkün olmayan avtomobillərdir. Hansı ki, hardasa çürüyür, gəlib onu verirlər. Azərbaycanda avtoparkın yenilənməsi üçün utilizasiya prosesi əla başlanmışdır. Yəqin ki, gələcəkdə bu istiqamətdə təkmilləşmələr olacaq. Amma gərək bununla yanaşı ölkəyə daxil olunan avtomobillərdə gömrük rüsumları, eləcə də digər xərclər minimum olsun ki, vətəndaşlar birinci əl avtomobillərinə rahat sahib olsun. Aqil Uluxanlı xüsusi olaraq Diqqət Efir üçün.